Bir vaxtlar Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılan qondarma rejimə dırnaqarası rəhbərlik etmiş, hazırda isə Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayət əməlləri törətməkdə təqsirləndirildiyi üçün Bakıda mühakimə olunan Ermənistan vətəndaşı Bako Saakyan açıq məhkəmə iclasında suveren ərazilərimizin vaxtilə Ermənistan tərəfindən işğal edilməsi üçün keçirilən hərbi əməliyyat və döyüş tapşırıqlarının hazırlanmasında və müzakirəsində iştirakını etiraf edib. Bako Saakyan deyib ki, 1992-ci ildə Şuşanın işğalından sonra qondarma rejimin dırnaqarası ordusuna qoşulub. Əvvəlcə əskər kimi dəstə tərkibində fəaliyyət göstərib. Həmin dəstənin komandiri isə onun dostu Vilen Mikailyan olub. Həmin ilin sentyabrından sonra Xankəndidə qondarma rejimin dırnaqarası ordusunun qərargahında maddi-texniki təchizat üzrə xidmət aparıb. Ermənistanın Azərbaycan ərazilərini işğal etmək üçün həyata keçirdiyi hərbi əməliyyatlara rəhbərlik edən komandirlərin çoxu, o cümlədən Monte Melkonyan, Samvel Babayan, Samvel Karapetyan, Vitali Balasanyan, Kristofer Ivanyanla görüşdüyünü və onlarla mütəmadi ünsiyyətinin olduğunu etiraf edib. Məhkəmədə nümayiş olunan videoda növbəti hərbi əməliyyat planı üzrə müzakirələrin aparıldığı əksini tapıb. Əməliyyatı müzakirə edənlər arasında Bako Saakyan da yer alıb. Təqsirləndirilən konkret hansı əməliyyatın və döyüşün planının hazırlandığını deməkdə çətinlik çəkib. Amma videodakıların hamısını tanıdığını və onların Kristofor Ivanyan, Vitali Balasanyan, Movses Akopyan, Seyran Ohanyan, Samvel Karapetyan, Vitali Balasanyan, Georgi Kasparyan və digərlərinin olduğunu deyib. Bildirib ki, onların hamısı həmin vaxt dırnaqarası müdafiə rayonlarının komandirləri olub. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən 15 nəfərin məhkəmə prosesinin növbəti baxış iclasında Ermənistanın 1993-cü ildə Ağdərəni işğal etməsinə dair ermənilərin özlərinin lentə aldığı videolar nümayiş olunub.